Salam, hər vaxtınız xeyirli olsun, əziz izləyicilər, abituriyentlər və müəllimlər. Bu günləri 3 dənə maraqlı Python sualının izahına baxırıq. Video keçməmişdən öncə onu deyim ki, ikinci şans blokuna hazırlaşan abituriyentlər üçün Python sürət qrupu açılır. Bu üçün ikinci sürət qrupudur. Yəni bu sürət qrupuna qoşulmaqda siz qapalı və yazılı bilən Python suallarının həllini tapmış olacaqsınız. Yəni ümumən deyim ki, bu sürət qrupu 0 bazası olanlar üçün nəzərdə tutulmayıb. Yəni müəyyən bir leveli bilənlər artıq o Python sürət qrupuna qoşulub 20 gün ərzində müəyyən bir səviyyəyə çatırlar. Yəni ətraflı məlumat üçün aşağıdakı nömrə ilə əlaqə saxlayın, geri dönüş olunacaq. Keçək videoya. Demək 3 dənə belə maraqlı sualdır. Buradan kopyalayım. Demək ki, sualda deyir ki, aralarında bir boşluq simvolu sözlərdən təşkil olunmuş. Dəqiqə səbirli olun. Aralarında bir boşluq simvolu sözlərdən təşkil olunmuş sətirdə təkrarlanan simvolların sayı, unikal simvolların sayından çox olan sözləri A siyahısına əlavə edib çap edən proqramı Python dilində yazın. Biz ilk öncə demişik ki, həmişə, yəni kodu yazarkən 3 mərhələdən ibarətdir. Birinci sualı düzgün anlamaq, ikinci sualı yazarkən, yəni ümumiyyətlə kodu yazarkən daha doğrusu, hansı funksiyalardan istifadə edəcəm, onu beynimdə təyin etmək. Üçüncüdə kodu yazmaq. Birinci sualı anlamaqdır. Sualda mənə deyir ki, sənə bir aralarında boşluq olmağından sözlər verəcəm mən sənə. Yəni bir növ cümlə verəcəm. Bu cümlədə hansı ki sözün tərkibində təkrarlanan simvollarının sayı onun unikal simvollarının sayından, yəni bir dəfə təkrarlanmış deyək də, təkrarlanmış deməyək. Yəni həmin söz daxilində sayı 1 olan, yəni unikal simvolların sayından çox olan sözləri A siyahısına əlavə elə. Misal üçün daxil edəcək burada alma. Bunun neçə dənə simvolu təkrarlanır? Bunun 2 dənə simvolu buradan təkrarlanır. Razıdırmı məndən? Çünki A simvolunun bu sətirdə sayı 2 dənədir. Bu A simvolunun da bu sətirdə sayı 2 dənədir. Yəni ümumən 2 dənə simvol məndə nədir? Burada təkrarlanır. Unikal simvol sayı neçə dənədir? 2 dənədir. L və M. İndi burada bərabər oldu da. Məsəl üçün, mən bunu biraz artırım. Yazım burada BB. Məsələn, burada indi saysam 1, 2, 3, 4. 4 dənə simvolu burada təkrarlanır. İndi orada bəzi izləyicilər deyə bilər ki, biz bu A simvolunu niyə bir dəfə saymırıq, 2 dəfə sayırıq? Çünki bu A simvolu ola bilər, eyni simvoldur. Amma bunların yerləşdiyi sıra və indekslər fərqlidir. Ona görə biz bunlara ayrı-ayrı baxmalıyıq. Yəni A simvolu ayrıca özünə görə təkrarlanır. Bu A simvoluna nəzərən təkrarlanmış sayılır. Bu A simvolu isə bu A simvoluna nəzərən təkrarlanmış sayılır. Yəni ona görə bu 2 dənə A simvolu biz deyə biləcəyik ki, bu ikisi də burada təkrarlanandır. İndi burada 2 dənə B var, nəticədə 4 dənə simvol burada təkrarlanır. Unikal simvolların sayı da 2 dənədir, L və M. Nəticə olaraq 4 2-dən böyükdür, həmin mən bu sətri atacam A siyahısına. İlk öncə istifadəçidən mən sətri alıram. Bu dedi axı burada aralarında bir boşluq simvolu daxil olmağını daxil edir. Okey. Nöqtə split edib bunu yığdım bir siyahıya. Splitin funksiyası nə idi? İndi bunu çalışdıraq biz. Print A deyirəm. İstifadəçi bir boşluqla bir sətri daxil edir. Bunu bu cür yığdı siyahıya. Tamam mı? İndi biz bir sətrin, bir sözləri daha doğrusu götürməliyəm ki, mən yoxlayım bunun təkrarlanan simvol sayı neçədir, unikal simvol sayı neçədir. Və bir də bizə A siyahısı lazımdır. Bunu da buradan götürdüm. Bir siyahının tərkibində gəzirəm, A siyahısının tərkibində. Götürdüyüm söz burada i olacaq. Mən bu i-nin simvolları mən lazımdır. Yeni bir for açıram. If sual verirəm ki, götürdüyüm simvol, yəni x. Daha doğrusu yazıram ki, i.count. Yəni götürdüyüm simvolun bu sözdəki sayı, əgər 1-dən böyükdürsə, demək bu nədir? Təkrarlanandır, düzdürmü? Bu zaman t plus bərabərdir 1 eləyirəm. Buradan da təkrarlanması üçün t bərabərdir 0 götürürəm. Təkrarlanan simvolların sayını tapacam.
Burada unikal üçündə u bərabərdir 0 götürürəm. Unikal simvollarının sayını tapacağam. Niyə buradan bu formun altından yazdım? Çünki hər bir sözə uyğun bizə təkrarlanan və unikal simvollarının sayı lazımdır. Ona görə, yəni hər sözə görə t-ni 0 versin, onu da 0 eləsin. Tamam. İndi birdən böyükdürsə, demək ki, bu simvol, buradakı götürdüyüm x simvolu nədir? Təkrarlanandır. T-nin üzərinə 1 gəldi. Əks halda else olsa nə baş verəcək? Bu count sayı bərabər olacaq 1-ə. Düzdür? Çünki mən bu x-i bu sözün tərkibindən götürmüşəmsə, demək mütləq ki, bu bunun içində var. Yəni sayı 1 olacaq. Bu zaman nə eləsin? U plus bərabərdir 1 eləsin. Və düşürəm aşağı. Forun xaricində artıq burada həmin bu sözün təkrarlanmış və unikal simvollarının sayı mənim əlimdə olur. Sual verirəm ki, if t böyükdürsə u-dan, ki, sualda da nəticə olaraq bizdən onu istəyirdi. Baxın, deyirdi ki, burada təkrarlanan simvollarının sayı unikal simvollarının sayından çox olan. Bizdə də həmin sualı verdim artıq. Təkrarlanan unikaldan çoxdursa, həmin sözü A siyahısına atsın. A nöqtə append nə? I. Çünki mənim götürdüyüm buradakı söz i-dir. Heç də i-ni atdı, sonda deyirəm ki, print A. İndi biz bunu çalışdıraq. Olsun bu cür. Alma, armud. Bir də belə olsun. Bir dəqiqə, bu niyə çıxartmadı? Print A düz yazmışıq da biz A siyahısı, aha, burada kiçik A yazmışıq biz, böyük A. A nöqtə append. Çünki bizim verdiyimiz dəyər A-dır axı burada, böyük A-dır. Yəni mən kiçik A yazmışam, ona görə çıxartmadı. Təkrar daxil eləyək. Demək, 2 dənə söz var ki, həmin bu 2 dənə sözün demək, təkrarlanan simvol sayı onun unikal simvol sayından çoxdur. Düzdür, inanmıram bu dim imtahandan düşdüm. Çünki 2 dənə iç-içə for dövrü var. Amma yenə də bu tip oxşar suallar düşə bilər, ona görə işləmək lazımdır. Davam edir ikinci sualına. İkinci sualda bizə deyir ki, klaviaturun daxil edilmiş natural ədədi K say sisteminə çevirən proqramı Python dilində yazın. Demək, bir dəqiqə. K-dakı klaviaturdan daxil olunur. Laf yaxşı. İlk öncə biz sualı anladıq. Ümumiyyətlə bir ədədi K say sisteminə nəzər çeviririk. Bunu gəlir biz dəyişək sualı biraz. Çünki abituriyent səviyyəsi 16-lıq say sisteminə kimi keçilir də. Burada yazım K kiçik bərabər olsun 16-dan. Demək, ümumiyyətlə biz natural ədədi K say sisteminə nəzər çeviririk. Ədəd nə qədər ki böyükdür 0-dan, K-ya belə gedirdim və alınmış qalıqları sondan əvvələ doğru yığırdım bir-birinə. Tamam. İlk öncə mən natural ədədi istifadəçidən alıram. A bərabərdir int input. Bir də say sistemini istifadəçidən alıram. K bərabərdir int input. Və nəzərə alsaq ki, buradakı K say sistemi 16 ola bilər və biz demişik ki, sualın şərtində 16-lıq say sisteminə aid, yəni belə bir ifadə görsəm ki, bunu 16-lığa çevir, nə bilim 16-lıqdan 10-luğa çevir. Bu zaman eləyəcəyim birinci iş, bir sətr götürəcəm və bu sətrin daxilinə bir dəyişən adı götürüb sətrin daxilinə 16-lıq say sisteminin simvollarını yığacam. Niyə yığıram? İndi birazdan başa düşəcəksiniz. Tamam. Və həmin o qalıqları mən sondan əvvələ doğru yığmaq üçün bir dənə başqa bir dəyişən götürəcəm ki, o qalıqları buna neyiniyim? Yapışdırım bir-birinə. Lord dildə desəm. While götürülən A, yəni daxil olmuş natural ədəd, nə qədər ki 0-dan böyükdür, bunun üzərinə qalığı gəlməlidir. Qalıq nə idi? Baxın, yadınıza salsaq ki, biz qalığı tapmaq üçün həmişə Q bərabər idi. Nə yazırdıq? A faiz 2 yazırdım, bunu 2-liyə çevirirdi. 8 yazırdım, 8-liyə çevirirdi. Say sistemi mən nədir? K. Demək ki, K yazacam. A faiz K. Tamam. Qalığı tapdım. Bu qalığı tərs ardıcıllığına S-ə yığmalıdır. Onda yazıram S bərabərdir. S deyir Q. S deyir Q. Bunun üzərinə gəlsin S. Bu prinsiplə tərs ardıcıllığına yığır.
Daha sonra nə gələcək? Bir dəqiqə. STR2 gəlməyəcək. Niyə? Çünki mənim qalığım tutaq ki 13-dürsə, yəni ki burada 13 alındısa, 13 alını bilər də 16-lığa gəl çevirirsə. Mənə burada 13 yox, bax S-ni daxil eləməlidir. Yəni STR bir növ burada S olmalıdır da. Bu zaman mən yazacağam ki STR, daha doğrusu STR-ə ehtiyac qalmayacaq. Yazacağam ki həmin bu sətrin dəyişənin adını yazıram və həmin könü də nə edirəm? Bura yazıram. Bunu anladı, amma baxın, mənim tutaq ki, qalığım 13-dürsə, gedəcək 13-cü indeksdə hansı simvol varsa, bax bu S-ni götürəcək. Nə bilim, qalığım əgər 7-dirsə, 7-ci indeksdə nə varsa, elə 7-ni gəlib özünü götürəcək. Bu cür götürdüm, sonda deyirəm ki, A-nı da bərabər eləyəcəksən A2 nəyə? K-ya. Başqa ümid edirəm, heç nə qalmadı. Sonda da deyəcəm ki, print C. İndi bunu çalışdırsaq, belə bir ədəd daxil edirəm. Demək, bizdə onluq sayı sistemi olmalıdır. 170, burada da yazıram 16. 170-i 16-ğa çevirdi, elədi 2 dənə A. İndi 170 yazıb, 170 yox, daha doğrusu bildiyimiz bir şey olsun. 10 yazıb, burada da 2 yazıb, 2-liyə çevirir. Yəni, kod düz işləyir. Davam edirik 3-cü sualdan. Bir dəqiqə. Demək, aralarında bir boşluq simvolu olmaqla səbir olun. Aralarında bir boşluq simvolu olmaqla tərkibində bir rəqəm olan sözlər girişə verilir. Baxın, burada bayaq, yəni birinci sualda fikir versək, aralarında bir boşluq simvolu olmaqla sözlər daxil olunurdu. Burada həmin sözlərin daxilində deyir ki, yəni həmin sətrin daxilində mütləq ki, bir dənə rəqəm var. Tamam? Bax, yaxşı. Həmin rəqəmləri yerləşdiyi sözün uzunluğu ilə boşluqları isə indeksləri ilə əvəzləyən proqramın Python dilində yazın. İlk öncə sualı anlamalıyam. Sual olaraq yazır alma 4. Bizə deyir ki, demək, mütləq ki, baxın, tərkibində bir rəqəm olan sözlər. Bir dənə rəqəm var daxilində. Sözləri daxil elədim. Buradakı rəqəmləri, baxın bu rəqəmləri, yerləşdiyi sözün uzunluğu ilə əvəzlə. Yəni, bunu mən əvəzləsəm, alımı olduğu kimi qalır alma sözü. 4-ün yerləşdiyi sözün uzunluğu neçədir? Neçədir? 5-dir də. 4-ü 5-dən əvəzləyirəm. Davam edirəm, arımı yazıram. 6-nın yerləşdiyi sözün uzunluğu neçədir? 3, 6 elə olduğu kimi qalır. 6 yazıram. Udunu da yazdım. Keçdim mi? A. Demək, 4-ü nə ilə əvəzləyirəm? Elə burada bu. Niyə 4 oldu ki? Biraz demək, belə eləyək. Olsun belə bir şey. Bunun uzunluğu neçədir? 6. 4-ü də 6 ilə əvəzləyirəm və qalan hər bir şeydə olduğu kimi yazılır. Tamam, birinci mərhələ, yəni biz bunu elədik, anladıq. Sonra deyir ki, boşluqları isə indeksləri ilə əvəzləyən proqram. Boşluqlar, baxın, bunlardır. Bu boşluqlarda indekslərlə əvəzlə. Lap yaxşı. Birinci boşluğun indeksi neçədir? 0, 1, 2, 3, 4, 5. Yəni, boşluğun yerinə mən yazacam 5. İkinci boşluğun indeksi neçədir? 6, 7, 8, 9, 10, 11, 12. Bunun da yerinə yazacam neçə? 12. Tamam. Alınmış sətrin bax bu olacaq. Mən bunu çap eləməliyəm. Bu da elə qoy qalsın burada. İlk öncə istifadəçidən mən sətri alıram. Demək, başqa bir base siyahısına həmin bu A-nın splitini yazıram. Baxın, indi təsadüfən burada çıxdan, yəni 2 dənə bir boşluq simvolu olmaqla sual yazılır. İkisində də splitdən istifadə olundu. Yəni, bu o demək deyil ki, bütün suallarda, bu cür suallarda split mütləq verəcəm. Yox. Burada mənə sözlərin özü lazım olduğu üçün spliti verəcəm. Demək, A-nı B-ni yazdım. Lap yaxşı. Demək, burada mən nə edəcəm? İlk öncə hər bir sözü bu formada, yəni bayaqki dediyimiz formada boşluqlar qalaraq əvəzləyəcəm. Daha sonra nə edəcəm burada? Həmin bu boşluqlarda indekslərini yazacam. Heç buna ehtiyac yoxdur. Onda elə A-nın özünü biz split eləyək. Hər birin, yəni hər bir sözünü elədim, yığdım bir siyahıya. Bu siyahının daxilində mən gəzirəm. Siyahının daxilində gəzirəm.
Və bir-bir həmin o sözlərin daxilinə gələcəm. Sözlərin simvollarını götürəcəm ki, məsəl üçün bu sözü götürdüm. I burada oldu bu söz və bu sözün hərflərini bir-bir götürməliyəm. Və harda qarşıma rəqəm çıxdısa, onu bu sözün uzunluğu ilə əvəzləyəcəm. Tamam. For x in yox, x in i yazıram. Demək, burada deyirəm ki, if götürdüyüm x-in x əgər böyük bərabərdirsə 0-dan, bu biraz mürəkkəb sualdır əslində. İnanmıram demək üçün, amma yenə də x kiçik bərabərdirsə 9-dan, bu halda mənim simvolum nədir? Rəqəmdir. Bu rəqəmi nə ilə əvəzləsin? Sözün uzunluğu ilə, hansı sözün yerləşdiyi sözün uzunluğu ilə. Əvəzləmək üçün, yəni hər bir sözü mən əvəzləmə eləməliyəm, düzdür? Bunun üçün s bərabərdir 0, 0 yox. Boş sətri buradan götürürəm. Yazacağam ki, s plus bərabərdir. Nə yazacağam? Həmin bu x-in yerləşdiyi sözün, yəni i-də yerləşdi bu, bunun uzunluğu ilə əvəzləsin. S deyir, len i. Tamam. Else əgər rəqəm deyilsə, hər şey olduğu kimi qalsın da, s plus bərabərdir, x yazacağam. Və bu forun xaricində həmin bu əvəzlənmiş forma, bax bunun əvəzlənmiş olmuş nə idi burada? A, L, M, A, 5. Bax bu mənim əlimdə olacaq. Mən bunu yığacam bir siyahıya, daha sonra nə edəcəm? Hamısını boşluğa görə ayırıb yeni bir siyahı alınacam. Yəni yeni bir sətr alınacaq daha doğrusu. Bu sətirdə də boşluqları indekslərlə əvəzləyəcəm. A bərabərdir. A yox, böyük A olsun bu dəfə. Siyahını götürdüm. Burada yazacağam ki, böyük A nöqtə append. Həmin düzəltdiyim nə? S. İndi mən bunu çalışdırıram. Buradan deyirəm print A. Həmin sözləri, həmin siyahını daha doğrusu mənə versin. Demək ki, mən burada bunu daxil edəcəm. Burada gördüyümüz kimi hər birini əvəzlədi. Tamam. İndi bu əvəzlənmiş formanı mən nə edəcəm burada? Demək, bir-bir indeksinə görə bu boşluqlar olacaq ki, burada. Bu boşluqlardan indekslərlə əvəzləyəcəm. Hansı indekslərlə əvəzləyəcəm? Cari sətrin indeksi ilə. Niyə cari sətr? Çünki dəyişilmiş sətir burada fərqli ola bilər və boşluqların yerləşdiyi indekslər də dəyişə bilər. Mənə cari sətrin nəyi lazımdır? Bir boşluğun yerləşdiyi indeks lazımdır. Demək, nə yazacağam? Götürdüyüm simvol, əgər ki, biz burada simvol almıram da, bax, ona görə mən beyni götürmüşdüm burada. Demək, bunu split elədi, boşluqlar yoxa çıxır burada. Onda bu zaman biz nə edək? İstifadəçidən beyni alaq, B bərabərdir input. B sətrini alsın və bunu buradan dəyişəcəm. Yazacağam A bərabərdir B nöqtə split. Yəni B bərabərdir input, sətir yəni olduğu kimi qalsın məndə. Yəni bunların hamısını yəni sonradan dəyişdirilmiş A dəyişəninə əsasən eləyəcək. Tamam, buradakı indi B-də sətir mənim əlimdə qalır. Yəni cari sətir mənim əlimdə qalır. İndi bu sətirdəki birinci boşluğun indeksini tapıb əlavə eləməliyəm. Buradakı, demək, boşluqların ilk öncə indekslərini tapıram mən. Bir-bir həmin bu daxilində gəzirəm, B yazıram. Bir-bir indekslərini götürüb sözlərin arasına əlavə edəcəm. Hansı sözlərin arasına əlavə edəcəm? A demək, siyahısındakı sözlərin arasına. Yəni, demək, burada belə bir boş bir sətir götürəcəm. K bərabərdir bu cür. Demək, ilk öncə mən nə edəcəm? Burada sual verəcəm ki, if götürdüyüm i bərabərdirsə boşluğa, yəni boşluğa gəlib çatıbsa, artıq i buradadırsa, k-nın üzərinə gələcək. A-dakı, düzdür, mən bu dərəcə mürəkkəb olmağını gözləməzdim. A-dakı S-ci indeksi, S nədir burada? 0 götürəcəm, S bərabərdir 0-ı. Demək ki, burada S bərabər 0 götürəcəm. Hər dövrdə də 1 vaat artacam ki, növbəti sözləri götürsün də. Yəni, birinci halda bunu əlavə eləsin və bunun da üzərinə əlavə eləsin burada nəyi? Plus əlavə eləyəcək indeksi. Onda gəl biz bunu indeksə görə gedək. Yazım burada range yazım. Demək, len, for in, range, len. Sətrim nə idi? Len B. Burada da deyəcəm ki, götürdüyüm B-nin i-ci indeksi
əgər bərabərdirsə boşluğa, bu zaman K-nın üzərinə gələcək. Həmin bu boşluğun indeksin gəlməlidir. Düzdür? STR i yazacağam. STR i-ni yazdım. Növbəti dəfə üçün də seni də 1 byte artıracağam. Razıdır amma məndən. Bu halda bu kod bizdə nə işləyir? Tutaq ki, burada mənim sətrim budursa, gəlir burada i həmin bu boşluğa çatır, boşluğun indeksini götürür və bunun üzərinə mən bayaq aldığım var idi. Bunlar hamısı yığılıb qalıb siyahıda. Bunu əlavə edir və üzərinə həmin bu yerləşdiyi boş, daha doğrusu simvolun indeksini əlavə edir. Növbəti dəfə üçün keçir, bunu əlavə eləyəcək və üzərinə həmin buradakı boşluğun nəyini əlavə eləmiş olacaq? İndeksini əlavə eləmiş olur. Növbəti dəfə üçün bu boşluğu görməyəcək və nəticə olaraq sonuncu, yəni A siyahısının sonuncu elementini əlavə etmiş olmur. Buna görə də burada mən yazıram ki, print K-nın da üzərinə gələcəm, A-nın sonuncu, demək ki, A-nın burada sonuncu yerləşdiyi nəyi? Sətri. Biz bunu çalışdıraq. Bunun özünü burada biz daxil edək, görək nəticə olaraq nə çıxardır bizə. Baxın, bunu daxil elədim. Yəni, burada qabaqcana analiz elədiyimiz kimi neynədir? Çap elədi. Demək, burada boşluq 555 daxil elədi, burada 12 daxil elədi. Ümid edirəm, aydın oldu. Düz bu dərəcə biraz çətin olmasını gözləmirdim, amma yenə də bu cür suallar da arada yazmağınız məsləhətlidir. Çünki bundan asan suallarının daha tez yazılması üçün vaxt itirmədən yazmağa daha çox kömək olur. Sağ olun, növbəti videolarda görüşənədək.